Saqqalımla oturmuşam. Yəni sadalamayacağım ki, mən seni nələr eləyib. Allah canına dəyməsin. Gecə balıqda ovda olmuşam, nə xəbəriniz var? Danışırıq indi, balıqçı nədən danışar? Ovdan, balıqdan. Deyirəm ki, əgər çaqqal varsa, gecə çöldə oturmuşsan, qırmaq atmışsan, çaqqal da orada 5-10 metrlikdə uluyur, vaqqıllaşır çox. Demək, əmin-amanlıqdır, şükür Allaha. Sakitcə, çaqqala gücün çatar, çaqqal tülkü boydadır, ən böyük. Lap böyük əkəcləşmişi olur, it boyda. Çaqqal varsa, demək, şükür Allaha əmin-amanlıqdır. Çünki vəhşi təbiətdə canavar çaqqalı yeyir, parçalayır, mələdir. Canavar üçün fərqi yoxdur. Heç bir ət olsun, yemək olsun. Burada çaqqal varsa, demək, sakitçilikdir, canavar yoxdur. Başı at, yatçı. Bilağa var, 70 neçə yaşı var. Səlyanın ən köhnə balıqçılarındandır, ən profesional balıqçılarındandır. Müəyyən ki, heç olmasa maşının icadının içində gizlənməyə yerim var. Zakorlu Ovçular İttifaqının üzvüyəm, silahım var. O adam əsl ovçudur, balıqçıdır. Motosikletində açıq havada yatır, çaqqallar da böyründə başında. Gördüyümü deyirəm, eşitdiyimi yox. Gecə görmüşəm ki, çaqqallar akrujeniya alıb, bu da yatıb motosikletində. Yox, heç nə. Yaşlı kişidir, güclü balıqçıdır. Bizim hamımızdan yaxşı balıqçıdır. Deyim, ola biz çaqqallar sən deyir, sən şəxsən bilmərsən. Çaqqal varsa deyir, sakitçilikdir, əmin-amanlıq. Çünki canavar onların hamısı mələdir. Canavarın səsi gələndə onlar qaçıb gedirlər. Orada çaqqal demonstrə eləyirsə, səsi götürüb saləmi oynaşırsa, demək canavar yoxdur. Çaqqala da insanın gücü çatar. Bu qədər var o Rafi bəy. Sağ ol.